Bu videonu bütün günü internetdə maşın axtaran dostuna göndər. ChatGPT elə bir yenilik elədi ki, bu hər kəsin günlük öyrəşdiyi vərdişlərini dəyişəcəkdir. ChatGPT Atlas. ChatGPT-nin yeni çıxartdığı ChatGPT Atlasdan söhbət gedir. Atlasın funksiyalarını gəlin birlikdə analiz eləyək. Amma hələ ki Atlas ancaq Mac sistemlərdə işləyir. Yəni hələ Windows istifadəçiləri Atlasdan istifadə edə bilmir. Gəlin elə videonun girişində bu videonu göndərəcəyiniz dostunuzun ən çox ziyarət elədiyi TurboAzdan başlayaq. Bunu yoxlamaq üçün TurboAz saytına giriş eləyək. TurboAz saytında istədiyimiz bir parametrdə maşın axtaraq. Sayta girdikdən sonra burada sağ tərəfdə ChatGPT-dən soruş bölməsi var. Məhsul axtarmaq, alış-veriş səbətləri və ajan modu var. Ajan modunu aktiv eləyib burada istədiyim hər hansı bir parametrdə maşını qeyd edirəm. Tutalım. Mənə belə bir tapşırıq verdim. Mənə bir maşın axtar, 30.000 manat dəyərində olsun, ili 2020-2021 aralığında olsun, kilometri 100.000-dən az olsun, rəngi də qara olsun. Tort olsun, üstündə Ford şəkli olsun. Benzin mühərrik və avtomat sürətlər qutusu. Və tapşırığı başladırıq, gözləyirik sadəcə. Baxın, əllərim buradadır, heç bir şey eləmirəm. Axtarışa başladı, artıq birinci promptumu analiz edir, nə tapşırdığımı anlamağa çalışır. Düzdür, yeni olduğu üçün biraz yavaş işləyir, amma bu ilk versiyadır. Bundan sonraki versiyalarda çox daha sürətlə işləyəcəyinə əminəm və bu süni intellekt sahəsində yeni bir rəqabət yaratdı. Artıq rəqiblər fikirləşsin. Ümid edirik ki, bu tez bir zamanda Windows əməliyyat sistemi üçün də gələr. Bəli, budur. Bizim parametrləri məlumat olaraq filtrdə girdi. Tək bu deyil, bu istənilən alış-veriş səhifəsində internetdə hər hansı bir məhsulu almaq istəyirsiniz, onu ətraflı analiz edə bilərsiniz və yaxud da eyni keyfiyyətdə alternativ məhsul axtara bilərsiniz. Həmin məhsulun ən uyğun qiymətlərini axtara bilərsiniz. Yəni artıq burada istifadə yolları tamamilə sizin ehtiyacınıza görədir. Yəni siz hansı sahədə istifadə etmək istəyirsinizsə o şəkildə edə bilərsiniz. Burada seçili sayt sadəcə qaynaq olaraq verilir. Biz Google Chrome-u açıb ümumi versəydik, bu bütün axtarış, maşın avtomobil səhifələrində axtaracaqdı. Amma biz ancaq TurboAzda axtarmaq istədiyimiz üçün bunu TurboAzın səhifəsini açdıqdan sonra promptu veririk ChatGPT-yə. Təbii ki, deyə bilərsiniz ki, bunları biz daha sürətli eləyə bilərik. Amma burada məsələ nədir? Mən promptu verib və başqa işlə məşğul olanda bu həmin gün ərzində yerləşən elanlar üzərinə ya da ümumi saytda olan mövcud elanlar üzərindən axtarış eləyə bilər. Və yaxud da sadəcə həmin gündə yerləşdirilmiş yeni maşın elanlarına baxmaq istəyirsinizsə, burada tarixi də qeyd edə bilərsiniz ki, bu gün yerləşdirilmiş elanlar arasından mənə bu parametrlərdə avtomobili tap və mənə filtrdən keçir. Uyğun maşını tapdı bizim üçün. Düzdür, bizim yazdığımız parametrlərdə maşın çox olacağını düşünmürəm, çünki 100.000 altında yazdıq, qiyməti az yazdıq və ili də yeni yazdıq. Buna baxmayaraq bizə uyğun bir maşın tapdı. Hyundai Sonata deməli 91 kilometrdədir, qiyməti 30.000 manatdan aşağıdır, yəni 27.800, rəngi qaradır, sürətlər qutusu avtomatdır. Yəni məncə yazdığımız bütün parametrlərə uyğundur. Belə, yəni ağlınıza nə gəlsə, başqa şeylərdə də, saytlarda da hər hansı bir məhsul üzərində də axtarış edə bilərsiniz. Siz də istifadə etməyə tələsin. ChatGPT-nin bu yeniliyi süni intellektlə maraqlanan hər kəsə cəlbedici gələcəyini düşünürəm və daha çox insanın bu məlumatlara çatması üçün sən də bu videonu paylaşa bilərsən. Növbəti yeniliklərdə görüşərik.